İmam Nəvəvinin 40 hədis kitabından ikinci hədis. Ömər ibn Əl-Xəttab belə demişdir. Bir dəfə biz Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst başında da səfərdən bir əsər əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə, ona Allahın salavatı və salamı olsun, üzbəüz oturdu. Dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: Ey Muhammed, mənə İslam haqqında xəbər ver. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu. İslam odur ki, Allahdan başqa ibadət haqqına malik məbud olmadığına və Muhammedin onun elçisi olduğuna şəhadət gətirəsən. Namaz qılasan, zəkat verəsən, Ramazan ayının orucunu tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən. Adam, doğru söylədin, dedi. Biz ona təəccüb etdik. O həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi, mənə iman haqqında xəbər ver. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. İman odur ki, Allaha, onun mələklərinə, kitablarına, elçilərinə və axirət gününə iman gətirəsən. Habelə qədərə, onun xeyrinə və şərinə iman gətirəsən. Adam, doğru söylədin, dedi. Sonra soruşdu, mənə ihsan haqqında xəbər ver. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. İhsan odur ki, Allaha sanki onu görmüşsən kimi ibadət edəsən. Sən onu görməsən də, o səni görür. Adam soruşdu, mənə qiyamət saati haqqında xəbər ver. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. Bu haqda soruşulan soruşandan çox bilmir. Adam soruşdu, mənə onun əlamətləri haqqında xəbər ver. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. O vaxt ki, cariyə öz ağasının dünyaya gətirəcək və sən ayaqyalın çılpaq və kasıb çobanın hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən. Ömər dedi, sonra o çıxıb getdi. Mən bir müddət yerimdəcə donub qaldım. Sonra Peyğəmbər, ona Allahın salavatı və salamı olsun, məndən soruşdu. Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi? Mən, Allah və onun rəsulu daha yaxşı bilir, dedim. Peyğəmbər, ona Allahın salavatı və salamı olsun buyurdu. O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi. Hədisdə cariyə öz ağasını dünyaya gətirəcək, cariyənin öz ağasından dünyaya gətirdiyi uşaq böyüyüb anasına ağalıq edəcək mənasını bildirir. Muslim 93-cü hədis.